Zaur Qəriboğlu ilə siyasi reaksiya. Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-də siyasi reaksiyanın canlı yayın buraxılışıdır. Hamınızı salamlayıram. Deməli, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin atəşkəs müddəti bitdi, savaş yenidən başladı, davam edir. Amma bu günləri bundan daha çox əlbəttə ki, bizim Azərbaycanımızda sabitlik var, sakitlik var, başımızın üzərindən bombalar yağmır. Amma bu o demək deyil ki də hamımız çox gözəl firavan şəraitdə yaşayırıq. Daxili problemlərimiz çoxdur, sosial problemlərimiz çoxdur, insanlarımız əziyyət çəkir və bununla bağlı bizə də çox saylı müraciətlər olur. İstər məmur özbaşınalığı ilə bağlı, istər insanların yaşadığı sosial çətinliklərlə bağlı. Biz yaxın dəqiqələrdə bu və əlbəttə digər dünyada baş verən məsələləri də müzakirə edəcəyik. Real Partiyasının sədri Natiq Cəfərli ilə. Hər vaxtınız xeyir, Natiq bəy, xoş gəldiniz. Çox sağ olun, siz də izləyiciləri də salamlayıram. Deməli, Natiq bəy, bu yaxınlarda baxdım, sosial şəbəkə hesablarınızda yazmışdınız ki, bəs Mərkəzi Bankın rəhbərliyinin keçirdiyi növbəti bir tədbirdə iştirak etmişsiniz. Mən istəyərdim bizə bu barədə məlumat verəsiniz ki, orada hansı məsələləri siz qaldırdınız, hansı məsələlərin problem olduğunu qeyd elədiniz? Əslində doğrudan da bu artıq bir yaxşı ənənə halını alıb. Səhv eləmirəmsə 6-cı ya 7-ci hətta belə bir görüş idi son 2 ildə. Kifayət qədər yaxşı bir platformadır, çox açıq bir platformadır. İstənilən mövzulardan, istədiyimiz şəraitdə suallar verib cavablar ala bilirik, öz fikirlərimizi bildirə bilirik. Və dövlət qurumu olan Mərkəzi Bankın belə bir ənənəsini hökumət qurumları olan nazirliklər də mənimsələsələr və davam etdirsə, belə bir ənənəyə əsasını qoysalar, yaxşı olar. Çünki Mərkəzi Bankın bəlli mandatı var. O mandatdan kənara çıxa bilmir və o mandat inflyasiya ilə bağlıdır, monetar siyasətlə bağlıdır və məzənnə məsələləri ilə bağlıdır. Yəni bunlarla bağlı, ya uçot dərəcələri, bank xidmətləri, bununla bağlı bəli, məsələləri qaldırırıq. Amma elə məsələlər var ki, Mərkəzi Bankdan yox, hökumətdən, yəni dövlət qurumlarından yox, hökumət qurumlarından asılıdır. Nazirliklərdir, baş nazir institutudur, yəni onlardan asılı olan məsələlərdən Nazirlər Kabineti, bəli. Asılı məsələlərlə bağlı danışa bilmirik. Yəni tərəf müqabilə yoxdur ki, bir görüş təşkil olunsun, öz fikirlərimizi deyək, öz iradlarımızı bildirək və ümumi bir belə deyək də, problemlərdən çıxış yolları ilə bağlı ümumi bir platforma formalarsın. Çünki bəzi hallarda nazirlərin özləri də çıxırlar, problemlərdən danışırlar. Öz sahələrində olan problemlərdən danışırlar insafən. Amma bu da qəribədir. Çünki öz sahəsində olan problemlərdən danışmaq üçün yox, o problemləri həll etmək üçün o vəzifə mövcuddur da. Yəni, siz də, mən də oturaq o problemlərdən danışaq, amma biz həll eləyə bilmirik. Bizim səlahiyyətimiz yox, bizim əlimiz çatmır. Amma onların səlahiyyəti var, amma səlahiyyəti olduğu məsələlərdən belə problem kimi danışmaq biraz yüngül desəm qəribə səslənir. Mərkəzi Bankdakı görüşdə əvvəllər də qaldırdığımız bəzi məsələlərlə bağlı hörmətli Talih Kazımov məlumat verdi ki, hansı məsələlər həll olunmaq üzrədir. Məsələn, dəfələrlə bu məsələni qaldırmışdıq ki, niyə Azərbaycanda təqaüdlər və maaşlar ancaq 2 bankdan verilir? Dövlət orqanlarında çalışanlarına. Niyə? Onların üstünlüyü olur axı həmən dövlət banklarının. Bunu bütün banklara yaymaq lazımdır və Türkiyədə yəqin ki, bizim izləyicilər də görür də. Məsələn, tez-tez bankların reklamı olur ki, əməkli maaşınızı bizə gətirin, filan qədər sizə bonus verirlər, hansısa bir üstünlüklər verirlər, hətta nəxd şəkildə vəsait də köçürdürlər. Yəni, təqaüdünüzü gətirin, təqaüdünüzün məsələn, yarısı qədər birbaşa bankdan sizə köçürmə olacaq. Yəni, bu da banklar arası bir rəqabəti gücləndirə bilər ki, yalnız 2 dövlət bankı yox, digər banklar da bu xidmətdən çıxış əldə eləsinlər və vətəndaş üçün də seçim imkanı yaransın. Hansı bank mənə daha yaxşı şərait yaradacaqsa, mən maaşımı da, təqaüdümü də o banka köçürdüm. Və yaxşıdır ki, bu məsələ demək olar ki, həllini tapıb, deyilənə görə bu ilin ikinci yarısından artıq o məsələ həll olunacaq və insanlar müqavilələrlə istənilən bankdan öz maaşını və təqaüdünü ala biləcək ki, bunun özü ilə pozitiv bir gəlişmədir. Bundan başqa, mən şəxsən bu görüşdə də qaldırdım həmin məsələni ki, bəzi dövlət cərimələri var. Onları ödəyəndə bank rüsumu tutulur. Bəli. Məntiqsizdir də, yəni dövlətin cəriməsidir. Dövlətin bankından ödəyirsən və bu xidmət haqqı səndən pul tutulur.
Bəzi hallarda minimum 40 qəpik, maksimum manat yarım, 1 manat 50 qəpiyə qədər bəzi xidmət haqları cərimələr ödənilərkən tutulur. Bu tamamilə məntiqsiz yanaşmadır. Bu məsələni qaldırdım və bilirsiniz orada da məsələ maraqlı tərəf nədir? Bu banklar bundan biz xidmət göstəririk, haqq alırıq deyə bilməz. Niyə deyə bilməz? Çünki bankın özü dövlət qurumudur da. Məsələn, dövlətin səhmləri dövlətin əlindədir. Dövlətin də cəriməsidir. Yəni, dövlətə xidmət eləmək üçün yaradılmış bir bank. Bu xidməti və xalqa xidmət eləmək üçün. Xalqın ödədiyi cərimədən niyə rüsum tutmalıdır ki, əlavə? Yəni. Bu bir. İkincisi, və bəzi dövlət qurumlarda o rüsumlar əgər vacibdirsə, tutulmalıdırsa, niyə öz ciblərindən ödəmir, öz büdcələrindən ödəmirlər? Çünki tutalım bu xidmət olmasaydı, hansısa dövlət qurumu cəriməni toplamaq üçün nə etməli idi? Bir 50 dənə, 60 dənə işçi götürməli idi, kassalar quraşdırmalı idi, hamımız gəlməli idi, orada nəqd pul verməli idi və yaxud da onlayn ödəniş eləməli idi. Və bu hamısı bir infrastruktur əlavə xərc tələb eləyir axı. Zaten o 40 qəpikdən daha çox ödəyəcəkdir də, düzdürmü? Elə o 40 qəpiyi onda həmin dövlət qurumu ödəsin də, biz niyə ödəyirik? Yəni bu məsələni də diqqətə çatdırandan sonra söylədilər ki, indi danışıqlar gedir dövlət qurumları ilə ki, doğrudan da cərimələrin, rüsumların ödənilməsi zamanı hansısa dövlət orqanlarının xidmət haqqını ödəmək ya bankların pulsuz olsun və yaxud da həmin qurumlar özləri o xərcləri özlərinə götürsünlər. Bundan başqa digər iki məsələ də mən qaldırdım. Vaxt məhdud olduğuna görə indi çox orada da danışmaq olmur. Bilirsiniz, Azərbaycanın böyümə modeli və yaxud da iqtisadi modeli artıq dalana dirənir. Bu mərkəzi bankdan asılı deyil. Çünki böyüməyə cavabdeh deyil. Böyüməyə cavabdeh hökumətdir. İqtisadi aktivliyə cavabdeh hökumətdir. Yəni, öz çıxışımda onu da qeyd elədim ki, məsələn, birinci rübdə ümumdaxili məhsul 0,3% azalıb. Bu hökumətin narahat eləyirmi? Çünki Mərkəzi Bank həm də iqtisadi şuranın üzvüdür. Düzdür, qərar vermir hökumətin qərarı. Sadəcə üzvüdür və orada müəyyən fikirləri səsləndirə bilər. Yəni, bu 0,3% niyə azalıb ki bizim iqtisadiyyat? Niyə iqtisadiyyat durğunluq dövründədir? Niyə indi iş adamından tutun, ən yüksək pul qazanan iş adamından tutun, kiçik sahibkara qədər hamı narazılıq edir? Yəni, problemlərdən, iqtisadi aktivlikdən, vergi yükündən, gömrük yükündən, cərimələrdən, lisenziyalardan, aşırı tənzimləmədən, bütün bunlar pis təsir edir axı iqtisadiyyata. Biz aylar öncə bununla bağlı publik çıxışlarımızda, sizin kanalda da Bakda danışmışdıq ki, hökumətin qoyduğu hədəf doğru deyil də. Hədəf odur ki, və buna inanırlar, haqları da var. Deyirlər ki, büdcədə problem var. Büdcə gəlirləri azalıb. Bəli, azalıb. Büdcə gəlirlərinin azalmasının qarşısını kəsməyin vergilərin artırılması, cərimələrin artırılması, gömrük rüsumlarının artırılması, lisenziyalaşmanın bahalaşdırılması kimi tədbirlərdə görürlər. Bu da bir çıxış yollarından biridir. Amma büdcənin gəlirlərinin azalması nəticədir, səbəb deyil. Yəni, sual belə qoyulmalıdır ki, nə baş verib, nə səbəbdən büdcə gəlirləri azalır? O səbəblər aradan qalxmasa nəticə düzəlməyəcək. Bir də ki, niyə azalmalıdır ki, biz ərazicə kiçik olsaq da, Azərbaycan bütün yeraltı və yerüstü sərvətlərə malik olan bir ölkədir. Əlbəttə. Hər şeyimiz var. Hər şey olan bu ölkədə yaxşı, biz problemləri danışmayaq, sakit danışaq, hər şeyə deyək, əladır, amma bu bizi fəlakətə aparır. Əlbəttə, mütləq. Biz hər şeyi burada, Azərbaycanda, paytaxtda, Bakı şəhərində bir partiya sədri ilə, bir iqtisadçı ilə, bir millət vəkili ilə, bir nə bilim, başqa bir ekspertlə müzakirə etməliyik. Bu hakimiyyətdə olan bəzi adamlar da anlamalıdırlar ki, bizim bu müzakirəmiz düşmənçilik deyil. Əksinə. Biz dövlətimizin güclü olmağını istəyirik. Biz deyirik, dövlətimiz güclü olsun. Bu qədər vəsait varsa, bu qədər sərvət varsa, mən niyə əziyyət çəkməliyəm? Siz niyə əziyyət çəkməlisiniz? Vətəndaş niyə əziyyət çəkməlidir? Natiq bəy, hər halda siz də rastlaşırsınız. Biz ictimaiyyət içində oluruq, insanlarla qarşılaşırıq. İnanın, xüsusilə son vaxtlarda hamının narazı olduğunu müşahidə edirəm. Hamının vəzifəlisi də, vəzifəsiz də, sadə vətəndaşı da hamı narazıdır, dolana bilmirik. Sözünüzə qüvvət. Məsələn, biz özümüzdən rəqəm uydura bilmirik ki. Çünki bizim zaten məlumata çıxış imkanlarımız məhduddur da. Biz rəsmi məlumatlarla, rəsmi rəqəmlərlə işləməyə başlayırıq və çalışırıq ondan bir mənzərəni formalaşdıraq da. Hökumətin özünün verdiyi rəqəmlər ölkədəki və iqtisadi vəziyyətin yaxşı olmadığını göstərir. Və dediyim kimi, iqtisadi aktivlik azalıb, artmayıb, 0,3% biz aşağı getmişik.
inflyasiya, ərzaq inflyasiyası özləri etiraf edirlər ki, 7%-ə çatıb, hələ bu rəsmi inflyasiyadır da, indi qeyri-rəsmizdə görün nə qədər çoxdur. Ən azından bəlli ərzaq məhsullarında bunu 2-yə vurmaq lazımdır. Yəni inflyasiya yüksəkdir. İnsanların real gəlirləri artmır, nominal artır. Məsələn, 5 manat qazanırdın, 5 manat 10 qəpik qazana bilərsən indi. Amma inflyasiya 10 qəpiyi yedi qutardı axı. Sən indi həmin o 10 qəpik artıq qazanmağın üstünə bir 20 qəpik də qoyursan ki, indiki qiymətlərlə ayaqlaşa biləsən. Və real olaraq sən artıq 5 manat yox, 4 manat 80 qəpik qazanmış olursan da. Formal olaraq 5 manat 10 qəpik yazılsa da. Özüm kiçik rəqəmlərlə danışıram ki, vətəndaşlarımız üçün də rahat olsun. Yəni bu nöqteyi nəzərdən rəsmi rəqəmlərin hamısı göstərir ki, ölkədə iqtisadi durğunluq var. Və iqtisadi durğunluqdan çıxış yolları büdcə gəlirlərinin artırılması deyil. İqtisadi durğunluqdan çıxış yolları əksinə mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizmlərinin azaldılması, vergilərin azaldılması, rüsumların azaldılması, cərimələrin azaldılması, aşırı tənzimləmə mexanizmlərinin azaldılması, açığın deyəcəm də bəzi qurumların tamamilə yerli dibli ləğv edilməsi də lazım deyil. O qurumlar Azərbaycan iqtisadiyyatına heç nə vermir. Bəli. İstəyir AKTA olsun, istəyir başqa qurumlar olsun, heç nə vermirlər. Əksinə, nəzarət mexanizmləri vasitəsilə insanların, iş adamlarının belə deyək, fəaliyyətinə maneçilik törədirlər, faktiki olaraq. Bəli. Məsələn, indi bir misal deyim, üzr istəyirəm. Bir misal deyim də, biz dəfələrlə bu misalı qaldırmışıq ki, gəlin Azərbaycanda əlavə dəyər vergisi niyə Quran ayəsi kimi yerindədir də dəyişmir? 18%, hər şey 18%. Dünyanın hər yerində bunun bir diferensial yanaşma olur da. Gah azaldırlar, gah yuxarı eləyirlər. Dəfələrlə də təklif vermişik ki, gəlin uşaq yeməklərində, uşaq bezlərində, ərzaq məhsullarında, dərman preparatlarında bu əlavə dəyər vergisini ya ləğv eləyək, ya da sizə hesabatlılıq üçün lazımdırsa 18-dən salaq 2%-ə məsələn. Hə, lüks segmentdə qaldırın. Qızıl alır, brilyant alır kimsə 18% verməsin, 25% versin. 24% versin, özü bilər. Yəni bu gündəlik tələbat məhsulu deyil də. Onda da gərək Natiq bəy, yenə də qiymətlərə nəzarət olsun. Nəyə görə deyirəm bunu? Məsələn, vaxt vardı ki, mənim yadımdadır, bir neçə nəşriyyat başladılar hayküy salmağa ki, kitablara, kağıza, nə bilim, əlavə dəyər vergisi ləğv edilsin. Mən də dəstəkləyirəm, çünki mən də kitab oxuyan adamam. Demək olar ki, hər həftədə bir kitab alıram. Mən baxdım ki, bunlar ləğv elətdirdilər, bu nəşriyyatlar özlərini varlandırdılar. Bir dənə də olsun kitabın qiymətində azalma olmadı, hətta artım oldu. Bax, buna da nəzarət etmək lazımdır ki, indi yaxşı, uşaq yeməklərini deyirsiniz, ləğv eləsinlər, tamam, razıyam, eləsinlər. Amma sən bunu gətirən adamı tezdən varlandıracaqsansa, bax, o nəşriyyatlara niyə nəzarət yoxdur ki, səs-küy saldınız, ƏDV-ni ləğv elədiniz. Yaxşı, kitabın qiymətində niyə azalma olmadı? Daha da artıq oldu. Tamamilə haqlı Mən Türkiyədən üzr istəyirəm. Daha ucuz kitablar alıb gətirirəm. Nəinki Azərbaycan nəşriyyatlarında hamısı baha-baha qiymətdir. Elədir. Mən sizdən razıyam və bunun da mexanizmləri var. Çox sadədir. Əslində belə özümüzdən velosiped icad etməyə də ehtiyac yoxdur. Yəni insanların gəlirlərinin marjası ilə bağlı müəyyən bir tənzimləmə mexanizmləri ola bilər ki, məsələn də sən 30%-dən artıq baha sata bilməzsən, ya 10%-dən artıq baha sata bilməzsən. Bu bir yoldur. İkinci yol açıq rəqabətdir. Görün, indi Azərbaycanda 5 yox, 55 nəşriyyat olsa, siz deyən olmaz. Bəli. Hamı bir-birindən başlayacaq müştəri uğurlamağa da, yaxşı mənada. Qiymətə aşağı salacaq, keyfiyyəti qaldıracaq və s. Yox, heç səs-küy qaldırdılar, ƏDV-nin ləğv. Bəli, o vaxt biz də müdafiə elədik ya. Mən də müdafiə eləyirdim ki, kitabların bəli qiymətli. Baxdım bu nəşriyyatlar belə deyək də oyunbazlıq eləyirlər, özlərini varlandırırlar. ƏDV ləğv olanda biraz da qaldırdılar kitabları. Eyni şey başqa yerlərə də aiddir də. Mən ona görə də əslində dövlət tərəfindən tənzimləmədən daha çox əksinə rəqabətli mühitin daha da yüksəlməsinin tərəfdarıyam da. Tam liberal bazar iqtisadiyyatının tərəfdarıyam ki, bazarın görünməz əli deyilən bir prinsip var. Nə qədər çox rəqabət olsa, istər-istəməz, ölkə, məsələn deyirəm də, uşaq yeməkləri gətirən 2 şirkət varsa, təbii ki, qiyməti onlar diktə eləyəcək. 15 şirkət olsa, diktə eləyə bilməyəcək. Bax, bunu azad, liberallaşdırmaq lazımdır. İkinci bir məsələ ondan ibarətdir ki, Azərbaycanda gömrük sistemi də, Azərbaycanda 2 şey qiyməti daha çox qaldırır da, bir vergi dərəcələri, bir də gömrük rüsumları. Orada da 3 pilləli sistem tətbiq olunur, 0,5-15%. Amma nə hikmətdirsə, ölkəyə gətirilən məhsulların az qala 90% 15% ilə rəsmiləşdirilir. Niyə? Bunu da diferensiallaşdırın da. Görün, dərman gətirənlərə, nə bilim, ərzaq gətirənlərə, uşaq bezi gətirənlərə, onlar üçün bu sosial məsələdir axı.
Mən dükanlara girirəm, indi maşallah Allah hamımızın evlatlarımız sağladı. Bizimkilər böyüyüblər də. Amma görsən ki, indi fikirləşirəm. Məsələn, qardaşımın nəvəsi dünyaya gəlib bu yaxınlarda. Mağazaya girəndə baxıram, o 100 manata uşaq yeməyi olur. Elədir. 80 manata uşaq yeməyi olur. Elədir. Bu 3 gün, 5 gün, bir həftə maksimum gedir də, düzdürmü? Bəli. Bu sonra da deyirlər ki, niyə doğuş azalıb? Bəli. Ümumiyyətlə, niyə ailələr dağılır? Bəs mən sizə elə onu deyim ki, ümumiyyətlə yenidən uşaq dünyaya gətirmək indiki zamanda Azərbaycanda qeyri-mümkündür. Dediyiniz kimi uşaq yeməkləri 100 manatdan başlayır, normal keyfiyyətlisindən söhbət gedir. Uşaq bezləri baha, qiymətləri, dərmanlar ümumiyyətlə baha, geyimlər isə 10 qat baha. Məsələn, böyüklərin geyimləri daha ucuzdur ki, nəinki uşaqlar. Elədir, tamamilə doğrudur. Yəni bu nöqtə ona görə də bunlar hamısı yığılır. Məsələn, demoqrafik vəziyyətlə bağlı həyəcan təbili çalmaq lazımdır. Ciddi həyəcan təbili ki, vəziyyət pisdir. Doğuş 100 mindən aşağı düşdü bizdə uşaq doğuş. Və biz böyüməsək də gələcəyimiz sual işarəsi altındadır. Əlbəttə, sabah gələcəkdə o nəsillər arası bağ qırılacaq. Bugün uşaq dünyaya gəlmirsə, sabah təqaüdçü təqaüd ala bilməyəcək. Bəli. Bu bir-birinə bağlı məsələlərdir axı. Ailələr dağılır, ailə quranların sayı azalır. İndi mən gənclərlə çox işləyirik də, bizim partiyaya da gəlib gedənlərin çoxu gənclərdir. Hamısı doğru sual verirlər də. Deyirlər ki, yaxşı, biz mənzil problemi var, iş problemi var. Tutalım işə düzəldim, 1000 manatlıq iş aldım. İşim var. İndi təkəm, öz başımı bir tər saxlayıram da. Bu ailənin məsuliyyəti var axı. Bəli. Sabah dünyaya bir uşaq da gəlsə inşallah, onun da məsuliyyəti siz demiş 10 qat artır da, xərclər artır. Bəli. Allah uzaq eləsin. Bir damcı xəstələndi, hansısa bir xəstəxanaya getdin, analiz, həkim 500 manat getdi. Bəli. O neynəsin, o maaşının yarısını ora mı versin? Yəni ona görə də gənclər düşünürlər ki, ya qardaş, mən bu yükü da arta bilmirəm. Kimin indi Allah valideynlərin canı sağ eləsin, kimin valideynlərinin imkanı var, kömək eləyə bilir, qız tərəfi də, oğlan tərəfi də, bir otaqlı bir ev ala bilirlər. Yəni ailənin dolanmağına kömək eləyirlər, bazarlıqlarını eləyirlər. O zaman kimlərsə buna qərar verə bilir. Amma bu da müvəqqətidir də. Sabah onlar da yaşlanır, həmin valideynlər də yaşlanır. Əksinə sabah onlara kömək eləmək lazım olacaq. Bizdə o məşhur ifadə var, bizdə ailə canlı deyirlər ki, məsələn, valideynlə uşaq arasında ailə canlılıq mövcuddur da. Doğrudan da var, bizim dəyərlərimizdən biridir. Amma bu, həm də iqtisadi fürsətlərin azlığından doğru. Uşaq valideynlərdən kənar yaşaya bilmədiyi üçün yanında qalır. Bəli, doğru deyirsiniz. Valideyn də uşağını öz yanından niyə buraxmır ki, qocalanda alacağı təqaüdə güvənmir. Bəli. Deyir ki, təqaüd az alacam da, mən bunu hara buraxıram? Ona görə biz, məsələn, bəzi hallarda bunu negativ deyirlər ki, Qərbdə, Avropada, Amerikada 16 yaşı olanda uşağı deyirlər ki, xoş getdi, gedişinlə məşğul ol. Niyə? Çünki valideyn bilir ki, alacağı təqaüd bunun uşağına möhtac olmayacaq. Uşaq da bilir ki, gedib 18 yaşına, 20 yaşına çatanda bir harasa bitirəcək, oxuyacaq. İşə düzəldisə bəs eləyir. Bizdə bu məsələni mən çoxdan qaldırmaq istəyirdim ictimai müzakirəyə. Sağ olun, platforma yaradırsınız. Bizdə, məsələn, Amerikada və ya Avropada problem iş tapmaqdır. İş tapandan sonra, yəni iş tapanla yaxşı maaş alan arasındakı fərq çox nisbi olur. Məsələn, ən pis belədən normal minimumdan biraz yuxarı maaş alan avtomatik olaraq özünə maşın da ala bilir. 3000-4000 avro məsələn maaş alır da. Özünə maşın da ala bilir. Özünə ev kirayə eləyə bilir. Nəsə eləyə bilir. Bizdə problem odur ki, bizdə iş tapmağın özü səni normal yaşamağa qarantiyasının, zamanətini vermir. Tutalım iş tapdın. 600 manata iş tapdın. 500 manata iş tapdın. İndi məşğulluq idarəsi tez-tez məlumat verir ki, bizdə vakansiyalar var, gələn yoxdur. Girirəm maaşlarına baxıram, 410, 420, 430 manat. Kim gəlsin ona? Bakı şəhərində, təsəvvür eləyin, 430 manata neynəsin? Yol pulu 200 manat gedəcək. 230 manatla neynəsin? Bizdə yəni işə düzəl, iş tapmağın özü sənin normal sosial-iqtisadi vəziyyətləri həll etməyə zəmanətini vermir. Bizdə maaşlar çox aşağıdır, gəlirlər çox aşağıdır, təqaüdlər çox aşağıdır. Bizim sizin kollegalarınız, həmkarlarınız tez-tez məsələn mənə sual verirlər ki, bizdə təqaüd yaşı neçə olmalıdır? Bəlkə azaldılmalıdır. Mən həmişə bu mövqeyin tərəfdarı olmuşam ki, bu ilk müzakirə olunan məsələ deyil. Bizdə ilk müzakirə olunmalı məsələ odur ki, təqaüdlər niyə azdır? Bəli. Birinci təqaüdü həll eləyək, onun həcmi ilə bağlı məsələlər həll olunsun. Ondan sonra yaş problemini danış. Bilirsiniz niyə? Çünki Azərbaycanda çox qəribə bir yanaşma vardı. Dünyanın hər yerində təqaüd yaşı artanda insanlar etiraz edir.
Avropada dəfələrlə olub. Fransada, Yunanistanda, Türkiyədə hətta. İnsanlar etiraz edir buna. Bizdə dövlət sektorunda çalışanlar təqaüdə çıxmaq istəmir. Büdcə təşkilatlarında çalışanlar. Və mən onları anlayıram. Onlar sevinir təqaüd yaşı artanda. Bilirsiniz niyə? Çünki müəllimdir də tutalım. 1000 manat alır maaş, 1100 manat maaş alır. Məktəbdə işləyir, indi repetitorluq eləyir, 5-10 manat da oradan qazanır. Çıxdı təqaüdə. Təqaüdü nə qədər olacaq bunun? 350-400 manat. Buyur. Bu da fikirləşir ki, mən niyə çıxım axı təqaüd elə var da burada imkan. Qoy elə 70-80 yaşlı nə qədər Allah ömür verib işləyim. Yaxud da nazirliklərdə, dövlət idarələrində, dövlət şirkətlərində işləyənlər. 1500-200 manat maaş burada alır. yazır ki, biz nə edək? Borcla ölməliyik. 350 manat pensiya alıb kredit ödəyirik, borcla öləcəyik. Və kredit məsələsində də mən onu da deyim də, siz bizdə 2 milyon 200 min insanın krediti var Azərbaycan. Yəni hər 4 nəfərdən birinin krediti var. Vallahi demək olar hamımızın da. Belə şəxsən mən özümdən Ya indi oradan uşaqları çıx, 2,7 milyon uşağı çıx. Böyük əhalini sayasan elə hamının demək olar hamı krediti. Hamının krediti, 2 nəfərdən birinin krediti var. Yəni bu kredit olmaq pis şey deyil. Avropada da, Amerikada da var kreditlə hər şey. Amma problem onda ibarətdir ki, kreditin o öhdəliyi ödəyə biləsən. Hətta ay sağ olun da, əlin rahat olsun. Bəli. Məsələn, bizdə avtomobil almaq özü bir problemdir də. Gəlirsən avtomobil krediti almağa, haradasa 14-dən başlayır, 14%-dən başlayır, 25-ə qədər hətta qalxır. 2 dənə maşının pulunu yükləyirlər. Bəli. Amma məsələn Amerikada gəlsən avtomobil almağa, avtomobil krediti 3%-dir, 2% ya. Hələ ondan da ucuz vaxtları var idi. İndi son vaxtlar biraz qalxdı. 1.5%-dir. Və yaxud da ipoteka almaq istəyirsən, 4%-dir Avropada ortalama. Bizdə sosial ipoteka 4%-dir. Burada İmtiyazlı. bir dənə ev alırsansa, məsələn, bir otaqlı evin qiymətinə sənə 25 ilə hesablayırlar, amma sənə 10 dənə elə otaqlıq pulun qiymətini alırlar. Əlbəttə, yəni məsələn, bu vicdan yaxşı şey deyil. Bu öz vətəndaşına. Ona da deyəndə, banklara da deyəndə, banklar da deyir ki, mən depoziti 10% ilə götürürəm və neçə faizlə kredit verim? 10% ilə depozit götürürəm. Niyə 10% ilə depozit götürülür? Çünki manata olan güvəni bərpa eləmək üçün və yaxud da saxlamaq üçün də eləsə onu 3%, 2%, krediti eləsin 5% məsələn. İndi öz xərclərində nəzərə alsın. Kim qoyacaq 2%-ni? Manatla qoyarsınız. 10.000 manat qoyursunuz depozitə. İlə 200 manat qazanırsınız. O riskini heç kim qoymaz da. Onun da hələ 10%-ni də şey verməlisiniz. 20 manatında vergi verməlisiniz. Yerdə qalır 180 manat. Bəli. Ona görə də cəmaət əlində olan manatı götürəcək, gedəcək valyuta almağa. Dollar alacaq, avro alacaq, evində saxlayacaq. Bu olmasın deyə və başqa investisiya alətləri yoxdur Zaur bəy. Məsələn, qardaş Türkiyə, indi Avropadan, Amerikadan misal gətirəndə bizim bəzi məmurlarımızın xoşuna gəlmir. Digər qardaş Türkiyədən misal gətirək də. Qardaş Türkiyədə 11 milyon vətəndaş investordur həmdə. 11 milyon. Yəni 85-86 milyonun 11 milyonu investordur. Yəni kiminsə adi fəhlədir, fərqi yoxdur. Başa düşdüm, hansısa bankın səhmini səhmini alıb saxlayıb onun dividendini qazanır. Və yaxud da nəsə hansısa bir yatırım eləyib, hansısa səhm bazarında oyunçudur. Tək elə kripto bazarda mən onun biraz əleyhdarıyam, çünki kripto həddindən artıq volatildir və spekulativdir. 4 milyon tək elə kripto bazarında var. Yəni bunlar yatırım, Azərbaycanlı düşünün. Düşünün ki 5-10 manatı da var da. İndi bizdə məşhur ifadə var ya, qara gün üçün saxlayır da. Doğrudan da qara gün üçün saxlayırlar da, heç kimin güvəni yox. Neynəsin onda? Banklar 10% verir deyə, aparır 5 min, 10 min qoyur ki, 500 manat, 1000 manat ayda, ildə daha doğrusu. Əlavə pul gələcək 1000 bərəkətdə, indi onu da saxlayaram. İndi onu 2%-ə salsan, götürüb bankdan pulu çıxardıb dollar alıb yastığının altına qoyacaq ki, Allah eləməmiş, qara gün olsa mənim ay övlad, ay evdəkilər var, orada bir 2000, 3000, 5000 dollar var, mənim xərclərimi ödəyərsiniz. Belə bir şey. Ona görə də bizdə depozit bahadır, depozitin üstünə gələndə kredit bahadır, bunun da yolları var da. Əgər biz iqtisadi aktivliyi artırmaq istəyiriksə, neft fondunun hamımız da fəxrlə deyirik də, 80 milyarddan dollardan çox bizim dövlətin Mərkəzi Bankla neft fondunun ehtiyatı var. Əla, super, təhlükəsizlik yastığıdır, çox gözəl. Bu bizim iqtisadiyyatımıza bu nə verir? Heç nə vermir axı. Gəlin, bəlkə onu düşünək ki, iqtisadiyyatı oradan nəsə qazandıraq. Nə qazandıra bilərik? Məsələn, dövlət 2 dənə böyük bank aça bilər. Ya da indiki öz əlində olan dövlət banklarına əlavə səlahiyyət verib böyüdə bilər. Birini eləyirik investisiya bankı, birini eləyirik kənd təsərrüfatı bankı, aqrar bank. Bəli.
Və orada da dövlətin pulunu ancaq əməliyyat xərclərini daxil etməklə 2%-lə, 3%-lə verə bilərik kredit iş adamlarına da. İş adamları məliyyə yoxdur kredit. Yoxdur. Elədir. Çox bahadır. Adicə Statistika Komitəsinin mənim hal-hazırda qarşımdadır. Bir dəqiqə açılsın bu. Bu birinci illə, keçən illə bağlı heç bir şey yox. Adicə kartofla bağlı ki, Azərbaycanda 11 milyon ton kartof ithal edilib. Özüm görürsə bilmirəm. Hə. 11 milyondan çoxdur. Bu səhv eləmirəmsə rübə ərzindədir, yoxsa il. Yəni nəyin göstəricisidir? İxrac isə yoxdur. Xəttlər qoyulub. Niyə qardaş? Çox az miqdardadır da, neçəsə tondur burada. Deməli, mən özüm üçün elə belə araşdırdım ki, bu kartof necə olur? Deməli, təxminən yerindən, misal üçün İrandan alırlar 30 qəpikdən, gəlir bura çıxır 76 qəpiyə oturur üzərinə burada. Gömrük xərcləri daxil. Və bazara gəlir çıxır 1 manat 30 qəpik, 1 manat 50 qəpik. Bu da kartof ikinci çörəkdir də. Amma sonra bir dostlarla, kənd təsərrüfatına məşğul olan dostlarla hesabladıq ki, burada əksəy necə olur? Burada əksəy kilosu bizə 10 qəpiyə başa gəlir. Bütün xərclər daxil olmaqla burada. Bəs bax, niyə burada əkə bilmirik? Soruşuram, əkinçilər deyir ki, bizim almırlar ki, əkirik tökülür, qalır orada, çürüyür, almırlar. Gedib amma xaricdən gətirib bura üstünə 76 qəpiyə oturur. Hansı ki, burada əkinçiyə başa gəlir 1 kilosu 10 qəpiyə, bu da bunu satsın 50 qəpiyə. Niyə biz burada bunları eləmirik? Kənd təsərrüfatı məhsulları ümumiyyətlə biabırçılıqdır. Elədir, belə sözünüzə qüvvət, ən son elə mətbuatda da geniş yayıldı. Mən də yazdım öz səhifəmdə. Soğanla bağlı. 6,5 qəpiyə düşüb soğan. Rayonlarda, Bərdədə məsələn. Bəli. Alan yoxdur. 30 kiloluq kisəni 2 manata satırlar. Kisənin özü 1 manatdır. Buyur. Deməli, faktiki 1 manata satırlar da 30. Bəli. Gedirlər kisə alırlar, doldurmağa 1 manata alırlar. Bəli. İndi sual verirsən ki, niyə? Deyir, bizim bazara çıxmaq imkanlarımız yoxdur da. Qardaş, Azərbaycanda rəsmi rəqəmlərə görə ticarətin az qala yarısı şəbəkə marketlərindədir. Bəli. Az qala yarısı. Yarısından biraz azdır. Çox sadə bunun yolları var da. Şəbəkə marketlərə ciddi güzəşt verirsən ki, yerli fermerlə birbaşa müqavilə bağlayıb işləsən, sənin məsələn gəlir vergin 20%, mənfəət vergin 20%-dən düşəcək 18%. 2% onlar üçün dövriyyəni nəzərə alsaq, çox böyük söhbət 10 milyonlardan gedir. Bəli. Qardaş, o maraqlı olmalıdır, getməlidir, düşməlidir fermerin dalıcan, market şəbəkələri yalvarmalıdır ki, gətir mənə ver. Bəli. Gətir mənə ver də 6 qəpiyə satırsan, sata da bilmirsən. Mən soğanı zaten marketdən biz neçə alırıq? 80 qəpiyə, 1 manata, 1 manat 20 qəpiyə, baxır növünə, keyfiyyətinə də. Sərf eləyər də 40 qəpiyə, 50 qəpiyə də lap ala bilər market. 2 qat da qiymətə satacaq da zaten. Həm də millət də orqanik məhsullar alacaq. Ondan əlavə o fermer yazıq, o kəndli yazıq da əli bir pula çatsın da. O zülmün qabağında, o əziyyətin qabağında qəpik quruş qazanır axı. Tarladan süfrəyə çox gözəl səslənən bir layihə elan olundu. Bir neçə il, 10 il, 15 il bundan qabaq. Nə oldu o layihənin axırı? Deməli, maraq qrupları var ki, onlara bəs siz demişdiniz, İrandan gətirmək daha çox sərf edir. Bəli. Onlara sərf edir ki, İrandan gəlir. Özdə bizim belə deyək də verimli torpaqlarımız var. Niyə burada əkməyək? Niyə insanlara şərait yaratmır, səvəsləndirmirsiniz ki? Məsələn, siz demiş, bir market şəbəkəsi bir əkinçiyə, fermerə desin ki, səndən mən bu il 10 ton kartof alacağam bu qiymətdən. Yarı pulunu da bəri başdan da verə bilər. Bu da arxain olsun. Türkiyədə var o sistem. Türkiyədə var, işləyir o sistem. İndi Natiq bəy, bu problem nədir? Biz deyirik ki, hər şey Bakıya yüklənib. Hər şey Bakıya yüklənib. Və bölgələrdə, regionlarda insanlar çıxıb Bakıya gəlirlər. Ona görə gəlir ki, bunun əkdiyini alan yoxdur. Bunun saxladığı heyvanı kəsdiyi alan yoxdur. Əziyyəti də başdan aşır. Əziyyəti də başdan aşır, bəli. Sən gedirsən İrandan, nə bilim, Türkiyədən, başqa yerlərdən kənd təsərrüfatı məhsulları alıb gətirirsən, burada da kəndçi görür ki, bundan alan yoxdur, hamı doluşur, dolur Bakıya da. Bakında çünki yenə deyirəm, bizim kəndli bizdə özdə bunu strateji məsələ kimi elan eləmək lazım deyə bilirsiniz niyə Zaur bəy? 10 ildən sonra zaten kənd təsərrüfatı ilə məşğul olmaq istəyən çox az olacaq. Gənclər istəmir. Bəli.
Gəncdir də artıq o palçıqda o eşələnmək obrazı desək işləmir. Malın zirsibilini təmizləmək istəmir. Yəni istəmir də, bu doğal hissdir də. Çünki internet çağıdır. Bütün gün oturur telefonda baxır ki, Bakıda bulvarda gitara çalır, uşaqlar oxuyur, oynayır, nə bilim, kafelərdə oturur. Elə göstərir də sosial mediaların bəzi hissələri. Bu da həvəslənir, deyir ki, mən gedərəm oxuyaram, ya deyir gedərəm elə Bakıda fəhlə işləyərəm, 1000 manat, 1500 manat, bir təhər qazanaram, dolanaram. Yəni bu problem, başqa ölkələr bunu 20-30 il bundan qabaq keçib, bizə indi gəlir. Bu problemin həlli yolu olmalıdır ki, ya onda Azərbaycanda yeni urbanizasiya layihəsi qəbul olunmalıdır ki, Bakıdan əlavə ən azı 1, 2, 3 milyonluq şəhərə yaxın, yəni 700 min, 800 minlik şəhərlər yaransın. Elə biri Xankəndi, möhtəşəm şəhərdir də, möhtəşəm. Yeri, havası, coğrafiyası adama ləzzət edir. Və yaxud da bununla paralel olaraq, daha doğrusu, kənd təsərrüfatında çalışanların sayının azalması hesabına onların avtomatlaşdırılması, yeni müasir texnologiyalarla tətbiq olunması və onların gəlirlərinin kəskin artırılmasına çalışmaq lazımdır. Gənc insan düşünsün ki, fermerdirsə, mən aya 10 min qazanıramsa, mən kətdə qalaram. İldə də 2 dəfə gedərəm, bir dəfə Avropanı gəzərəm, bir dəfə də Türkiyəni gəzərəm. O Türkiyədə məşhur çiftçilər var da. Məsələn, siz yəqin siz də gəzmisiniz, olmusunuz. O Qaradəniz bölgələri var da. Rizədən, Artvindən ta Samsuna, nə bilim Orduya qədər. Orada fındıq və çay çiftlikləri var da, fermerləri var. Milyonerdirlər hamısı. Bəli. Hamısının evinə gelirsən ki, 5-6 maşını var. Evlərində qonaq da olmuşam. Rizədə də, Trabzonda da dəfələrlə olub bir neçə dəfə. Doğrudan da görürsən ki, bunlar pul qazanır da. Deyirəm, necə qurulub mexanizm? Deyir, biz hətta məhsul yığımına başlamamadan öncə dövlət bizə qiymət verir. Əvvəlcədən verir. Əvvəlcədən. O da ona görə arxayındır. Gedir əkinini, əkir, biçirini, bilir ki, alacaq. Orada Ziraat Bankası, Allah rəhmət eləsin, Atatürkün ən vacib proyektlər, layihələrindən biri idi. Çiftçiyə dəstək üçün qurulub da. Dövlət bankıdır. Bax, o dediyim o dövlət bankı bizdə də ola bilər də. Onlar deyirlər ki, bu il məsələn biz fındığı səndən minimum alacağıq. Maksimum neçəyə sata bilirsən, sat ha. Məhdudiyyət yoxdur orada. Yəni sən özün bazara da çıxa bilərsən, sata da bilərsən, xariclə də əlaqə saxlaya bilərsən. Yox, əgər əlin hər yerdən üzüldüsə, malın qalıbsa, dövlət səni bu qiymətə alacaq. Məsələn, fındıqda, məsələn deyirəm də, 4 dollar qoyur, çayda kilosuna 15 dollar qoyur, nə bilim, belə-belə qiymətlər qoyur. O çiftçi də, bu kəndli də oturur fikirləşir ki, qardaş, mənim dərdim sərim əkib becərmək olsun da. Bazarla mənim, bazarım var. Bazara problem yoxdur, bazarım var, gəlib alacaqlar da. Eyni şey bütün başqa sahələrə də aiddir. Yəni, mən demirəm ki, kəndlimiz, fermerimiz nə əksə beçərsə, onu dövlət gəlsin, aşağı qiymətlə alsın. Yox. Ona şərtlər qoyulsun da, bu keyfiyyətdə əkəcəksən. Bəli. Bu cür olacaqsa, mən bunu alacaq. Ondan əlavə, deyəcək ki, deyə bilər ki, dövlət, başqa ölkələrə sata bilirsən, sat. Azərbaycanda bazara çıxarda bilirsən, çıxart. Amma, bax, indi o Bərdədəki soğan yazığı əkib beçərincə, 6 qəpiyə satmayacaqsan, mən səni minimum əlində qalan məhsulu 40 qəpikdən, məsələn deyirəm, 35 qəpikdən alacam. O da rahat olacaq, öz işi ilə məşğul olacaq. İndi bizdə subsidiyalarda necədir də vəziyyət? Bir xeyli düzəlib, amma yenə də problemlər var. Məsələn, subsidiya verilir hansısa bir fermerə. Subsidiyanın 25%-dən öz bildiyi kimi istifadə edə bilir fermer. Yerdə qalanına, bəri başda, məsələn, 1000 manat almısan, 250 manatını xərcləyə bilərsən, özün bildiyin kimi. 750 manatın deyirlər ki, məsələn, gübrəni filan yerdən almalısan, filan qiymət. Niyə? Mən sizə deyəcəm niyə. Güya ki, məntiq budur. Bizim Kənd Təsərrüfatı Nazirliyinin məntiqi budur ki, biz hamısını pulu versək fermerə. Fermer gedəcək, özünə iPhone alacaq, maşınını alacaq, nə bilim, evini təmir elətdirəcək, kənd təsərrüfatına pul xərcləməyəcək. Bunun qeyri-məntiqli tərəfi ondan ibarətdir ki, fermerin marağı olsa, əksinə iPhone-unu satıb torpağına qoyacaq ki, daha çox qazansın. Bəli. Deməli, onda sistem yanlış qurulub ki, siz ona subsidiya versəniz, bu gedib qızına cehiz alacaq. Bəli. Deməli, bu qazana bilmir cehizə. Qazana bilmir ki, gedib ondan alır. Bəli, bunu qoydum qırağa. İndi nə baş verir də? Məsələn, deyirlər ki, bu subsidiyanın, nə bilim, tutalım da 500 manatına gübrə almalısan. Buna heç o qədər lazım deyil, gübrə. Məsələn, gedir alır. Özü bahadır da, 30 manata, 35 manata qalıb. Keçən il 26 manat idi. Bu ilkinin qiymətlərini deməyim, yalançı olur, amma keçən ilkini dəqiq bilirəm. 50 nəfərlə danışmışam bu barədə.
26 manat idi keçən il həmin dövlətin mağazasında olan gübrə. Bu yazıq gedir neynir? Gedir 20 kisə alır. Buna 10 kisə belə bəsdir də, çoxdur hələ. 10 kisəsini saxlayır, 10 kisəsini gedir 26 manat aldığını 15 manata bazara topdan verir ki, əlində nəqd pul olsun da. Gedirsən həmin kisə, həmin gübrə dövlətin təyin elədiyi mağazada 26 manatdır, bazarda 18 manatdır. Amma o mağazada işləyir. Niyə işləyir? Çünki məcburdur da o pulu neynəsin? Gedir o mağaza. Ya da texnika. Deyir ki, filan yerdən icarəyə götürə bilərsən traktoru. Gedirsən həmin traktoru icarəyə götürməyə, məsələn deyirəm də, məsəl üçün günü 100 manatdır. Başqa yerdə özəl sektorda gəlsən 50 manat. Yaxşı, nəyə görə də? Yəqin belə anlaşılır ki, həmin o gübrə satan mağaza olsun, həmin o texnika verən, arendaya verən şirkət olsun, elə bunların özlərinə dövlətindir, adı dövlətindir, amma dadı dövlətin deyil. Dövlətin təyin elədiyi məmurlarındır da, belə deyil. Yəni bu doğru deyil, bu konsepsiyanın kökündən yanlışdır. Kənd təsərrüfatı, Azərbaycanın kənd təsərrüfatı demirəm ki, nefti əvəz eləyə bilər. Demirəm bizə milyardlar qazandırar. Yox, obyektiv səbəblər var da. Ölkəmiz balacadır. 27% şoranlaşmış torpaqlarımız var, su problemi var və s. və s. və s. Amma ola bilməz ki, Azərbaycandan qat-qat kiçik olan Antalya bir vilayətdir. Özdə turizmlə məşhurdur da o, kənd təsərrüfatı ikinci dərəcəlidir. Bir Antalya ildə 1.6-2 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac eləsin. Hələ daxili bazara satdığını demirəm, ixrac eləsin. Azərbaycan boyda dövlət keçən il cəmi 920 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir. Bir Antalya qədər olmamışıq da. Niyə? Niyə qardaş? Gəlin oturaq bunu hesablayaq, gəlin oturaq bunu müzakirə eləyək, gəlin bunun proqramını, planını, bunun bir yol xəritəsini cizək ki, nədir bu qarşısında duran problemlər nədir? Birincisi qərar vermə mexanizmləri həddindən artıq qəlizdir. Uzun çəkir, problemlər yaşanır. Bu sahəni bilən mütəxəssislərin sayı azdır, həddindən artıq azdır. Bundan əlavə, mən dünən də yazdım o soğanla bağlı, bəzilər altdan şərh yazırlar ki, dövlət neynəsin? Desin ki, soğan əkmə, kartof ək. Bəli, amma onun başqa yolu var. Bazarı öyrəşdirirsən, yəni Kənd Təsərrüfatı Nazirliyi beyin mərkəzi rolunu oynamalıdır da. Bəli. Xəbər verməlidir ki, məsələn, bu il gələn il 27-ci il üçün bizdə lazım ola biləcək həcmlər budur. Məsələn, çiyələk bu qədər, kartof bu qədər, soğan bu qədər, ümumi həcmlərlə bağlı proqnozlar verə bilər və satış qiymətləri təyin eləyə bilər, bayaq dediyimiz kimi. Vətəndaş da bu haqda düşünmədən öz işi ilə, gücü ilə məşğul olar. İndi hamımız dad eləyirik, sizin verilişlərdə də danışmışıq. Ətin qiyməti fantastik dərəcədə qalxıb da, düzdürmü? Bəli. Yəni hər gün qalxır və qabaqdan da Allah hamının bayramını əvvəlcədən deyirəm ki, mübarək eləsin. Qurban bayramı gəlir də, düzdürmü? Yenə artacaq da qiymət. Valla bu bayramlar da deyirik də, amma etiraf da etməliyik ki, güya biz millətimiz bayram keçirdə bilirik. Onu deyirəm də. Valla keçirdə bilmirik. Bunu demək lazım deyə. Əlbəttə, Çünki biz susmaqla, susturulmaqla nahara qədər gedəcəyik. Güya bayram keçirdə bilirik. Ətin qiymətinə yaxın durmaq olur. Mən bir dəfə verilişlərimizin birində dedim ki, cəmaət sümük alır, sümük ət əvəzinə. Ət ala bilmir ki, güya ət ala bilən var. Bayram keçirdə bilən var. Yəni bunları demək lazımdır, çatdırmaq lazımdır ki, qoy məmurlar da eşitsinlər ki, deyir toxun acdan xəbəri yox deyə. Bəs bir vicdan olmalıdır, bir Allah olmalıdır, başının üstündə görməlisən, yanaşmalısan. Nə vaxta qədər insanlar belə sürünməlidirlər? Elədir. Gəlin bu ət məsələsinə bir aydınlıq gətirək də. Hamımız narazıyıq, amma narazılığımız gördüyümüz nəticədəndir də. Yaxşı, bunun hansı səbəbləri oldu? Nə baş verdi ki? Nə baş verdi ki, ət birdən-birə qalxdı? Məsələn, 15 il bundan qabaq 6 manat, 7 manat idi də ətdə. İndi nə oldu 28 manat olub, 27 manat olub? Yəni, nə bilim, ən belə keyfiyyətindən asılı. Yaxın durmaq olmur da, yəni 22 manat, 21 manat tutalım var. 19 manata da var, amma keyfiyyəti sual doğurur da. Azərbaycanda son 5 ildə iri buynuzlu malqaranın sayı 280-290 min azalıb. Xırda buynuzlu malqaranın qoyun və keçi sayı artıq 2 milyona yaxınlaşır. Azalma. 2 milyon. 2 milyona yaxın azalıb. Dəhşət. 1.8 milyon azalıb. Yaxşı, bu faktdır. İndi sual yaranır da, bax, məmurlar oturmalıdırlar. Bir özəl olanda müzakirə. Qardaş, bu niyə azalır? Niyə azalır da? Əksinə artmalıydı da. Biz, belə deyək də, tariximizin ən möhtəşəm qələbəsini qazandıq. Dağlıq Qarabağın problemini kökündən çözdü, yatdı.
işğaldan azad edilmiş torpaqlarımızı xalqımız qəddini düzəltdi. Möhtəşəm qələbədir. Doğrudan tarixdən nadir görünə biləcək bir qələbə qazandıq da. Fantastik bir qələbədir. Bu qələbədən sonra biz nə düşünürdük ki, orada kənd təsərrüfatı inkişaf eləyəcək, maldarlıq rayonları var, Laçını var, Qubadlısı var, Kəlbəcəri var, ənənəvi maldarlıq rayonlarında. Bəli, obyektiv problemlər var. Minalardan hələ tam təmizlənməyib. Belə sıraha gündə Kəlbəcərdə Allah onlara can sağlığı versin. 2 dənə əskərimiz minaya düşmüşdü. Tez sağalmaq diləyirəm. Allah şəfalarını versin. Bəli, bu obyektiv səbəblər var. Amma nə baş verdi ki, bax birdən-birə yenə malqaranın sayında azalma oldu. Deməli, yem bazası yoxdur, azdır. Örüş yerləri yoxdur, azdır. Yem bahalaşıb, dərman bahalaşıb, baytarlıq xidməti bahalaşıb. Dövlətin bir neçə yeni qurumu yaranıb, Akta kimi, hansılar ki, nəzarət adı altında başlarını oynatırlar, o ət satanların. Bütün bunlar gətirdi, insanları bezdirdi. İnsanlar var ki, ondan imtina eləyir. Bundan əlavə, məmurlar hamısı bütün biznes növləri ilə məşğul olmaq istəyir. Hamının sürüsü olmalıdır, hamının malqarası olmalıdır, hamının şirkisi olmalıdır. Belə dərd olar çıxışı. Vallahi doğrudan elə. Vallahi dünyanın hər yerində məmur olmaq, yəni çox adam məmur olmaq istəmir. Çünki məmur olmaq məsuliyyətlidir, çətindir. Bizdə məmur olmaq biznesmendir, nə bilim, sürü sahibidir, fermerdir, əkin sahəsidir. Ona görə Natiq bəy, bunların başı öz bizneslərinə qarışdığı üçün dövlət işlərinə məşğul olurlar. Amma öz bizneslərində düz əməlli idarə eləsəydilər, malqaranın sayı azalmazdı. Bəli. Əksinə artardı da. Çobanlar çobanlıq qədər bilmirlər axı onlar. Bilmirlər də, doğruda bu sahanı bilmirlər də. İnanın, bu dəqiqə yenə deyirəm, məmurlar özləri cənab prezident onları həmişə təyin edəndə mən izləyirəm, baxıram, deyir ki, gedin vicdanla xidmət edin. Əlbəttə. Xalqa xidmət eləyin. Dövlətin maraqlarına. Bunlar, mən təbii ki, hamısını demirəm. Natiq bəy, bunlar hamısı bəziləri xalqa rəiyyət kimi baxırlar. Xalqa rəiyyət kimi baxırlar. Ya mənə kölə qul olmalısan, ya da ki, başqa bir şey ki, bu dövlətin başçısı deyir ki, mən bu xalqın xidmətçisiyəm. Siz bu məmurlar təyin olunanlar fəlakətdirlər. Mən bəzi şeylər var, deyə bilirəm, bəzi şeylər var, indi adam deyə bilmir və s. Da bu qədər də olmaz ki, deyir, desəm öldürərlər, deməsəm ölürəm. Da ölürük də onsuz da, o elə deyib ölək də. Da bu dərəcədə də olmaz da. Bir məmur məsuliyyəti olmalıdır, bir vətəndaşa yanaşma olmalıdır. Bu adicə bir misal üçün rayon icra hakimiyyətinin başçısı özünü qoçu kimi aparır. Nə bilim, o rayonun sahibi kimi aparır. Elədir və bu tək belə deyək də, cəza vermə mexanizmi ilə də həll olunmur da. Neçəsini tutdular, həbs elədilər, neçəsini gözü işdən çıxan çıxartdılar. qardaşlarından nəticə çıxartmırlar da. Çünki sistemin özü yanlışdır. Sistemin özü yanlışdır. Bax, o təyin olunmuşların özlərini aparma və özlərinin səlahiyyət və məsuliyyət dairəsi yanlışdır. Heç olmasa şəhər bələdiyyələri olsaydı, bələdiyyə seçkisi olsaydı, onların bir səlahiyyəti olsaydı, insanlar qarşısında məsuliyyəti yaranardı da. Bələdiyyə nə gəzirik? Ölkədə elə ən hörmətsiz vəzifə bələdiyyədir. Çünki o bələdiyyənin yazığın günahı deyil ki. Bilirəm də, onun nə günahı var? Qurulan sistemin gətirdiyi nəticədir. İndi yenə qayıtsaq bu ət məsələsinə. Bax, Azərbaycan anlamalıdır ki, bəzi məsələlər var, biz dövlət olaraq anlamalıyıq ki, bəzi məsələlərdə biz, belə deyək, təhlükəsizlik məsələsi kimi baxmalıyıq buna. Necə ki, biz sərhədimizi qoruyuruq, necə ki, bizim o güclü, möhtəşəm ordumuz var, necə ki, bizim xarici siyasətdə deməyə sözümüz, özəl yerimiz var. Doğrudan da hamı, çox ölkələr Azərbaycanla da hesablaşır. Ərzaq təhlükəsizliyi anlayışı uzun illər bundan qabaq yaranmış, elmi əsasları olan bir anlayışdır. Bilirsiniz niyə? Məsələn, sənin neftin də ola bilər, qazın da ola bilər, pulun da ola bilər. Taxılın yoxdursa, sənə bəzi ölkələr belə vaxtın taxıl satmaya da bilər. Onda nə olacaq? Bəli. Satmaya da bilər, da deyir, satmıram. Sanksiya qoyula bilər, satmaya bilərsə, gərək özümüzü heç olmasa minimumdan biraz yuxarı səviyyədə ərzaqla təmin etməyi bir hədəf kimi qoyaq da. Demirəm, hər şeylə təmin eləyək. Bu mümkün də deyil. Amma bəzi məsələlər, məsələn, ət məhsullarıdır, süddür, bizim tariximizdən gəlir də, bizim genlərimizdən gəlir bunlar, bizim, özü dadı da fərqlidir. Siz də məndən çox olmuşsunuz, xarici ölkələrdə də olanda, ət yemək olmur o. Hələ qardaş Türkiyədə belə ət yemək olmur. Bəli. Dadsızdır da, faktik olaraq dadsızdır. Bəli, bizdə daha dadlıdır. Bax, onun da, bunu bir markaya çevirməliyik də, bunu bir dəyərə çevirməliyik, bunu bir, əksinə mən düşünürdüm ki, biz ət istehsalçısından
daha idxalçısından ixracatçısına çevrilməliyik də. Özü bazarlar da var da, elə Türkiyənin özü böyük bir bazardır. Özdə 85 adi milyon. misal üçün gedəndə indi buraxmırlar gedəndə, amma aparanda orada ki bizim ətdən alıb aparırsan, tamamilə fərqli. Hamısı da deyir, bu nə gözəl ətin dadı. Yəni ona görə də böyük bazardır da. Məsələn danışmaq olardı, ixracatımız oraya 85-90 milyona yaxınlaşan əhali var, böyük tələbat var. Amma biz nə oldu? Biz gəldik idxalçı ölkəyə çevrildik. Monqolistandan ət almağa başladıq, Somalidən ət almağa başladıq, Niyə? Gürcüstandan, Rusiyadan ət almağa başladıq. Gürcüstanda qoyunçuluqla məşğul olan bizim Azərbaycanlılardır. Bizim soydaşlarımızdır. Özlərində dolandırırlar. Daxili bazara da satırlar. Azərbaycana da ixrac edirlər. Biz niyə eləyə bilmirik? Həmin soydaşımız da, yəni oradakı Azərbaycanlı bunu bacarırsa, sərhədin bu tərəfində də bacarmalıdır da. Bizim bax vətəndaşımız Səma xanım yazır burada ki, 64 yaşım var, tənha yaşayıram. İşə götürmürlər ki, qocasan, pensiya vermirlər ki, yaşın çatmayıb. Ət nədir? Çörək almaq olmur. Deməli, bax bayaq bələdiyyələrdən danışırdınız ha. Misal üçün elə yenə də qardaş Türkiyədən danışırıq. Hər şəhərin öz bələdiyyəsinin bu cür adamları var. Bəli, Onlar çıxıb küçədə dilənmir. Onlara bələdiyyə yardım eləyir, ərzaq yardım eləyir, nə bilim, maddi yardım eləyir və s. və ilaxır. İndi bizim bələdiyyələrimizin özünün yardıma ehtiyacı var. Necə eləsin? Əgər burada normal bələdiyyələr işləsə, əlbəttə, belə vətəndaşlarımız da olmaz əlbəttə. da bizim insanlarımız. Məsələn, adicə mən bir şey deyim. Bu ölkədə ölmək belə pullandır. Əlbəttə. Vallahi, çox böyük xərc. Arada düşünürsən, bəlkə mən ölüm, də bezdik də. Soruşsan yaxşı, bəs öldün. Sənin bu arxada qoyduqların səni bastırmağa heç pul tapmayacaqlar. Hər şey pul. Amma yenə qardaş Türkiyəyə qayıdıram. Bələdiyyənin Deməli, dəfn xərcləri bələdiyyəli idi. Birinci və üçüncü günlər bələdiyyə həmin ailəyə pide paylayır, ora gələnlərə soruşur ki, məsələn, nə qədər qonağın olacaq dəfində? Deyir 500 nəfər. 500 nəfərlik bələdiyyə ora pide verir. Qapısının ağzına çay və kahve makinaları qoyur, plastik stakanlar qoyur. Görmüşəm. Yəni ölü yiyəsi, ev yiyəsi qəti şəkildə xərc çəkmir. Nə torpağa pul vermir, nə qəbrə pul vermir, nə Orada o anlayış yoxdur. Hə, anlayış yoxdur. Məsələn, soruşanda dəli olurlar. Hə, deyir, o nə deməkdir? Elə şey olur. Bizdə ölməyə belə adam ölə də bilmir. Qəbirstanlıq pul, molla pul, yumaq pul, bastırmaq pul, bunun birinci günü pul, üçüncü günü pul, 40'ı pul, ili pula belə şey olar. Elədir. Bu ciddi bir problemdir. Və əslində o bələdiyyələrin büdcəsi ilə bağlı dediniz. Mən sizə deyim də rəqəmsal olaraq. Azərbaycanın bütün bələdiyyələrinin büdcəsi 51 milyon manat olmuşdu keçən. Bir Rizə bələdiyyəsi var, balaca şəhərdə, 80 milyon dollardır. Buyurun. Bir şəhərin. Bir Rizənin. Bəli. Rizə şəhərinin büdcəsi. Bəli. Buyur. Azərbaycanın bütün bələdiyyələri 51 milyon manat, o da dollara çevirəndə 30 milyon dollar eləyir. 30 milyon. Təqribən. Ona nə eləsinlər? Bir dənə Rizə 2,5 dəfə çoxdur. Bəli, mən İstanbulu demirəm. İstanbul bələdiyyəsinin büdcəsi Azərbaycan büdcəsindən çox. Az qalır. Təkcə bələdiyyə. Bəli. Bəli. Budur da məsələ. Bəs bugün ona görə də bax o danışırıq. Çünki bugün hər şey dövlətin üstündən yükdür. Əlbəttə. Niyə bu dövləti biz yükləyirik? Bu dövlət axı bizimdir. Bu dövləti biz qanuna qurmuşuq, bu dövləti qorumalıyıq. Hər şey dövlətdən niyə asılı olmalıdır? Biz niyə imkan verməliyik ki, bu məmurlar bu dövləti talasınlar? Əlbəttə. Və təsəvvür edin Natiq bəy, mən bir məqamda deyim. Bunların bəzilərinin ailə üzvləri belə Azərbaycanda deyil. Bunlar xaricə köçürdüblər. Sən bu dövlətin məmuru ola, sən bu dövlətə güvənmirsənsə, öz ailəni bu dövlətdən xaricə köçürdürsənsə və burada taladıqlarını da ora yatırırsansa, sən bu milləti necə inandıra bilərsən? Əlbəttə. Yəni bu hamısı, yenə deyirəm, Zahir bəy, bizim dövlətimiz hamımız üçün müqəddəsdir də. Dövlət bizim üçün, nə deyirlər, böyük bir Allahın da, xalqımızın da lütfüdür. Çünki dünyada 5000-ə yaxın xalq millət var. Onların cəmi 200-dən biraz çoxunun dövləti var. Bu dövlət bizim göz bəbəyimizdir. Bizim dövlət bizim canımızdır. Amma hökumətlə dövləti də ayırmaq lazımdır da. Hökumət qulluqçudur. Hökumət bizə qulluq etmək üçün yaranır. Və bəzi problemlər olanda da dövlət adının altında gizlənməməlidirlər. Gizlənməməlidirlər də. Biz dövlətimizi sevirik deyə sən hökumət olaraq səni tənqid edirik. Biz pulsuz konsaltinqlə məşğuluq da burada faktiki olaraq. Və problemləri görürük, problemlərdən danışırıq. Və çıxış yolları da deyirik. Çıxış yolları da deyirik. Bəzilərini eləyirsiniz, bəzilərini eləmirsiniz, özünüz bilərsiniz. Amma
Bizim istəyimiz nədir? Bizim istəyimiz odur ki, bizim dövlətimiz bugün məsələn xarici siyasətdə dünyaya dərs keçə biləcək bir konuma gəlmişik, bir vəziyyətə gəlmişik də. Daxili siyasətdə, iqtisadi siyasətdə isə problemlərlə üzləşirik. Biz qonşularımızdan geri qalırıq. Qalib gəldiyimiz Ermənistandan belə bir 5 ildən, 3 ildən sonra dala düşə bilərik iqtisadi məsələdə. Bu böyük fəlakətdir. Bu bizim İndi bunu demək Natiq Cəfərini vətən xaini elan etmək deyil ha. Əlbəttə. Adam vətənini sevdiyi üçün deyir də ki, niyə belə olsun? Biz əksinə Gürcüstandan da, Ermənistandan da daha öndə olmalıyıq da. Doğrudan da Cənubi Qafqazın lideri də bizi ərazisinə görə, əhalisinə görə, potensialına görə, iqtisadi vəziyyətinə görə, sərvətlərinə görə lideri bizik. Doğrudan da məsələn Gürcüstanın bugün iqtisadiyyatında pozitiv dinamikanın olmasında Azərbaycanın ciddi payı var, yatırımlarımız var Gürcüstanda. Sual versə də mənim çoxdur tanışdıqlarım. Deyirəm, sən niyə yatırımı gəlsən Gürcüstana qoyursan? Deyir, ki, rahatam ona görə. Rahat 1% verir orada. Vergisi, kiçik sahibkarın vergisi azdır. Ondan yuxarı sahibkarlarında bir dinamika var. Korrupsiya yoxdur, rüşvət yoxdur, bu bir. Dövlətin dəstəyi var. Bir də dövlət orqanlarında mən görmürəm. Məsələn, mən görmürəm vergini, mən görmürəm gömrüyü. Hamısı elektron qaydadadır, hamısı evimə qədər mənim mağazama qədər və yaxud da hansısa bir ambarıma qədər mal gəlir çıxır. Heç mənim xəbərim yoxdur. Hər şey avtomatik qaydada həll olunur. Və vergi məsələsidirsə, 500 min laraya qədər dövriyyən varsa, 1% vergi ödəyirəm. 500 min laraya 1%. Kim qaçar orada vergidən? Əlbəttə, kim. Hansı axmaq qaçar? Qaçanda da çox böyük cərimələr var. Kim eləyər ki? 5 min lar eləyir, elə. Amma indi biz özümüz vergilərin faizini qaldırmaqla rüşvətə yol açırıq ki, onu verməyim, ondan daha az faizini. Əlbəttə, və insanlar da dünyanın hər yerində istənilən iş adamı vergidən yayınmaq istəyir. Bunun qanunu, qeyri-qanuni yollarını tapmaq istəyir. Bu normaldır. İş adamı zaten az vergi ödəmək istəyir də. Amma problem başqadır. Bir var ki, dövlət bunu elə təşviq eləyir ki, bu vergi ödəməkdən, yayınmaqdan çəkinsin. Əksinə düşünsün ki, ödəyimə lazımdır, vergimi verim, rahat işləyim də. Vergimi verim, rahat işləyim. Bax, burada vergi qanunvericiliyi elə səviyyə salınmalıdır ki, elə bir sadələşdirilmiş formaya salınmalıdır ki, dəfələrlə də təklif eləmişik də, dövriyə görə vergi, ideal vergidir. Dubai eləyən o vergi, dövriyə görə vergi oldu. Deyir, nə ilə etsən məşğul ol, 5% vergimi ver. Vəssalam. Nə ilə istəyirsən məşğul ol. Nə gətirirsən, nə satırsan, nə aparırsan. Azərbaycanda da bunu şkalalar eləmək olar da. İstehsalla məşğul olursansa 2% ver. Qoy hamı belə girişimci olsun, istehsalla məşğul olmaq istəsin ki, vergisi azdır. Hə, restoran açmaq istəyirsə 15% ver. Restoranda da gedərəm, bilərəm ki, məsələn 50 manat hesabım varsa, bunun 7 manat 50 qəpikdə üstünə gələcək vergisi. Pulum var, gedərəm, pulum yoxdur, restorana getmək belə şey deyil ki, gedib evimdə yiyərəm. İndi bəzən bizim məmurlar nə deyirlər Natiq bəy? Deyirlər ki, Bakıda hara çıxırsan, bütün restoranlar dolu, bütün ticarət mərkəzləri dolu və s. İndi gəl biz bunu 10 milyonu bir dənə siz iqtisadsız bölün. Görəcəyik ki, olar, elə siz özünüzsüz də, sizin qovum əqrəbələrinizdir. Bunun sadə izahı var. Çox sadə izahı var. Mənə bu sözü deyə bilmirlər, çünki mən bir vaxt Porsche effekti adlı bir məqalə yazmışdım. Çox geniş yayılmışdı o. Nə deməkdir Porsche effekti də? Bir ara Azərbaycanda, məsələn, 13-cü, 14-cü ildə o neft pulları fantastik gələn vaxtı, dollar 78 qəpik olan vaxtı, birdən-birə Porsche-lərin sayı artdı maşınlarında. Hamı da belə deyirdi, o doludur şəhər. Mən o vaxt girdim, statistikaya baxdım, 2700 cəmi Porsche gəlmişdi Azərbaycana. Sadəcə bu çox gözəl maşındır, gözə çarpıcan maşındır. Hamı görür. Hamı görür və yadında saxlayır da. Sən gün boyu gündə 2 dəfə görürsənsə, elə bilirsən ki, doludur. Restoranlara gələndə, Bakı şəhərində 50 min oturaq yerli restoran var. Cəmi 50 mindir. Bakı şəhərinin əhalisi nə qədərdir? 4 milyon. Özləri deyirlər də 4 milyonu keçir hətta. Neçə faiz eləyir bu? Heç 1% eləmir. Buyur. O da özünüzsüz də deyirəm. Bundan artıq nə oldu? Bunun izahı bundan artıq necə olsun? Ümumiyyətlə, bayaq dediniz, mən bu məsələyə diqqət edirəm, xüsusi olaraq son vaxtlarda. Bax, bizim dövlətimizin, başda cənab prezident olmaqla, onun komandasının, xarici yürütdüyü siyasət, dünyada tutduğu rol və s. və ilaxır, baxıram ki, daxildə sanki kimlərsə bilərəkdən məhz dövlətə xəyanət edib, insanları incitməklə, narazı salmaqla, xüsusi olaraq dövlətə sədaqətli adamları incitməyi qarşılarına məqsəd qoyublar ki, dövlətə pislik eləsinlər.
Bax, bu mənə çox düşündürür ki, nədir bunların məqsədi? Natiq bəy, mənə belə gəlir ki, biz bir çox məsələlərdən danışa bildik. Sizin demək istədiyiniz başqa bir məsələ varsa, buyurun. Yox, çox sağ olun ki, siz zaman-zaman bu daxili problemləri qaldırırsınız. Bu çox vacibdir. Yenə deyirəm, bizim əsas istəyimiz, qayəmiz bu dövlətimizin ucalığıdır. Xalqımızın yaxşı rifah halının yüksəlməsidir. Maneələrin aradan qaldırılmasıdır və dövlətin də bununla bağlı uğurlu atdığı addımlar da olub da. Məsələn, asan xidməti dünya götürür, aparır, tətbiq edir də. Və biz yaratmışıq. Ya kim yarattı onu? Bəli. Azərbaycan yarattı və çox rahat da doğrudan da o məişət korrupsiyası da aradan qalxdı. Hə indi neyniyək? Asan vergi yaradaq, asan gömrük yaradaq, asan məmur yaradaq, asan məmur xidməti yaradaq. Neyniyək? Bax belə bir şey eləməliyik ki, bu işlər yerindən tərpənsin, getsin. Bəli. Və bunlar da biraz da öz xidmətlərində dövlətdən, dövlətin başçısından nümunə götürsünlər. Təşəkkür edirəm Natiq bəy. Deməli, əziz dostlar, dəyərli izləyicilər, biz zaman-zaman sizin problemlərinizi işıqlandırmağa çalışırıq. Amma bu mənə, bax, şəxsən Zaur Qəriboğlu'na həyatı bahasına başa gəlir. Bax, biləsiniz. Mən bunları demirəm, amma vaxt olar da deyərəm. Elə çətinliklərə, elə ağır nəticələrə başa gəlir ki, mən bu problemləri qaldırmaq üçün. Niyə? Çünki biz bu problemləri deməliyik. Biz bu problemləri burada müzakirə etməliyik. Burada həll etməliyik ki, bizim dövlətimizin o dayanıqlığı, onun təməlinə zərər gəlməsin. Belə əziz dostlar, dəyərli izləyicilər, bizi izləməyə davam edin. Növbəti yayımlarımız olacaq. Abunə olun ki, onlardan da xəbərdar olasınız. Sağlıqla qalın. Zaur Qəriboğlu ilə siyasi reaksiya.